Salam əziz müştərilər. Bugün sizə belə bir sublimasiya aparatımız var. Onu təqdim etmək istəyirəm. Gördüyünüz sublimasiya presimiz papağın üzərində sublimasiya çapı eləmək üçün nəzərdə tutulub. Və fərqi eləməz. Yəni sublimasiya olsun, DTF çapı olsun. Papağı ötürmək üçün bu aparatdan istifadə edə bilərsiniz çapı. Aparat əslində çox sadə aparatdır və özəlliyi odur ki, elektrikli aparatdır. Yəni mexaniki deyil, əllə deyil, elektrikli aparatdır. Gəlin sizə əyani şəkildə göstərim. Zəhmət olmasa gəl aparatımızdan xahiş edək. Bak geçsin. Bir dənə belə düyməsi var. Bastıq, yandı. Deməli, 3 dənə qəlbi var. Cürbəcür papaq ölçülərinə uyğun. Fərqli qəliblər var. 1, 2, 3. Yəni rahatçılıqla dəyişilir. Buradan belə açılır qəlib. Bu açıldı buradan. Bu çıxdı. O birisi digəri qoyuldu. Buradakı papağın ölçüsünə görədir. Daha sonra vacib özəlliklərdən biri odur ki, papağı tarım eləmək üçün belə bir belə də qol var ki, papağın burasını qırışları açmaq üçün tarım olsun. Yəni qırış olanda biraz özünüz ki, belə problem çıxır, çapda qeyri-dəqiqlik olur. Deməli, zəhmət olmasa bu displeyini qoyacağam, göstəriciden. Displeydə deməli belə bir şey var. Biz temperatur dəyişmək istəyiriksə, bu dərəcəni göstərir, bu pişirəcəyi saniyəni göstərir. Çünki bu tərəfi eləyirik, dərəcəyə keçdi. Biz dərəcəni plus minusla, sağa sola vurmaqla dərəcəni dəyişə bilirik. Yəni, çox sadədir. İstədiyimiz dərəcəni qoyduq. Məsəl üçün, qoyaq 80 dərəcə. İndi papaq eləyənlər bilirlər neçə dərəcə eləmək lazımdır. 80-ə qoydum, indi 80-ə qədər qalxacaq. Yox, əgər saniyəni dəyişmək istəyiriksə, saniyəni dəyişmək üçün sağa vururuq. Üzr istəyirəm. Bir dəqiqə, bu. Saniyəni dəyişmək üçün sola vururuq. Sonra saniyə rejimində keçir. Saniyəni artırıb, azalda bilirik. Bunu da qoyaq, məsəl üçün 30 saniyə. 30 saniyə nümunə kimi 10 saniyə qoyacağım. Videoda görsənsin deyənə. 80 dərəcəyə çatandan sonra avadanlıq səs eləməyə başlayır ki, 80 lazım temperatura çatdım, işə başlaya bilərik. Biz indi gözləyək, artıq 73 dərəcədir. Gözləyək. Yəni dediyim kimi, əsas özəlliyi odur ki, tam elektriklidir. Biz bunu əllə sıxmırıq, bir şey eləmirik. Özü indi görəcəyiz videoda. Gözləyək, 80 dərəcəyə çatdı, səs elədi. Görürsünüz, avadanlıq səs eləyir ki, hazırdır. Biz nə edirik? Papağımızı yerləşdirdik bura. Qolunu çəkdik, tarım elədik. Bir dənə düymə var. Bastıq. Dəqiqə. Bastıq bunu. Gördünüz? Çox da qəşəng elədi. 10 saniyə qoymuşdum vaxtı. 10 saniyənin tamamında özü açacaq. Görürsünüz. Qıraqdan elə bilərsiniz ki, bu güc çox asta bir təzyiqlə sıxır papağı. Yox, elə deyil. Təzyiq çoxdur burada. Yəni yetərincə güclü baskı ilə sıxır, təzyiqlə sıxır. Bu qədər sadə. Avadanlıq istifadə çox rahatdır. Frisap şirkətinə məxsusdur. Zəmanət verilir avadanlığa. 1 il rəsmi zəmanəti var. Avadanlıq haqqında ətraflı öyrənmək istəyirsinizsə, mənə zəng eləyə bilərsiniz. Videoda mənim nömrəm göstərilib. Suallarınız varsa, mənim WhatsApp-ma da yaza bilərsiniz və yaxud aşağıda videonun altına kommentari bölməsində kommentləri də yaza bilərsiniz. Hamısını cavablandıracağım. Yox, əyani şəkildə gəlib avadanlıqla işləmək prinsipindən tanış olmaq istəyirsinizsə, əlbəttə ki, ünvanımız Ağa Neymətullah 18 ünvanındadır. Yaxınlaşıb yerində avadanlıqla tanış ola bilərsiniz. Bizi İzləməyi unutmayın, kanala abunə olun, like qoyun, qoy hamı videodan baxsın, bəhrələnsin. Təşəkkürlər, çox sağ olun.